Salam, salam canım, salam. Bacı səndən bir məsləhət almaq istəyirəm. Bacınızda məsləhət verən lazımdır, hə? Hə, bacı, mən bir oğlan, yəni çoxdandır da 3 ildir danışırıq. O xoşucu. Maşallah, bugün ancaq illərdir danışanlar gəlir. Belə bir sevgi alıb çəkirik. Hə? Hə. Amma iki bir dənə problem var da, yəni o bilmirəm nə necə edeyim, nəsə edeyim. O da çox mənə problem olur. Hə? Oğlanın 2 dənə anası var. Budur problem, alın anası var da. Yox, bir 2 dənə anası var. Mənə biri problem yaradır. Məsələn, gedirəm, cavabı falan edir, sımpana atır. Budur problem, çox adam da elir də. Bəli. Bu mənim problemdir, bu çox adam elir də buna. Təsəvvür edə gedirəm, məni öldürə bilər. Bir qəribə arvad, elə bir atası arvadın üstünə getir və bunu hamı qəbul edib. Hə, budur problem, normal bir şey də. Həqiqi, siz onda həqiqi. Nətə? Yəni qəbul edeyim bunu, evləneyim. Evlən sən də ikinci arvad olarsan da, nə olacaq ki? Axı mən elə olmaq istəmirəm, mənim ailəm məncə inanmıram o qəbullərə. Adam tapmadın bacı Bakı şəhərində. Bacı, mən Bakıda qalmıram ki. Darda qalsan. Bacı, mən Lənkəranlıyam. Rəb yoxsa. Onda... İndi mən neyəyə bilərəm? Oğlanın atası iki arvad alıb, belə başa düşdün? Hə, 2 arvad alıb. Günücə yaxşı insandır. Günücə yaxşı. Amma qaynasan günücə yaxşı insandır, valla. Hə, onlar yaşayır da. Halaldır ki, ikisini birdən saxlı. Qurana cəmat birinə gücdən baxır. Günücə gözəl insan. Get valla. Biri Natashadır, biri də Gülər. Gülər çox həyasızdır. Natasha kimdə? Rusiyada gəlir, Rusiya adamdır. Rusiyada qalır, indi gəlir. Levidir də. İndi o yaxşıdır, o çox yaxşıdır. Mənə hədiyyələr falan alır, marka. Yaxşı da, hələ olmuşsa sənin. Natasha qaynanın yaxşıdır, burası yox, hə? Gülər yox. Hə, o burası həqiqanası yox. Həqiqanası mən istəmir, deyir, neymirsən onu. Amma Natasha səni istəyir. Hə, o məni istəyir, deyir, sən mənə oxşuyursan, gözəlsən falan. İndi bu evdə hansını söz keçir, Natasha yoxsa Gülər? Gülər, amma əvvəl Natashanı da çox istəyir, yəni qaynanı. Onda Gülərin sözü keçir, Natasha'nın sözü. Bəs oğlun Natasha'ya qulaq asır, yoxsa Gülərə qulaq asır ən çox? Oğlan heç birinə qulaq asmır, oğlan məni seçib. Xanım bir sən seçkilər zapdı səni seçir. Deyirəm, yəni nətərdir münasibət? Münasibət çox yaxşıdır. Sadəcə yəni Gülər falan mənə deyir ki, cadular edir, sonra deyir ki, sən oğru sapan, üstümə şərbət damaqdır. Natasha denən kömək eləsin də, Natasha rusdur, kömək eləyərsən, cadulardan qorunarsan. Natasha bilsin, heç kimi vecini almır, eləsə həyatı yaşayır. Natasha mollası güclüdür, ona görə kəsə tınlamır, gül başına. Hə, amma əri onu bir çox istəyir, Qıram düşünür. haqqı. Allah. Görsən. Day Natasha'nın elədiyin Gülər eləsəydi, əri onu da çox istəyərdi də. Natasha da Natasha deyə. Gülər çalmanı taxıb başına, bütün gün şampun al, balizam al, çörək al, onu al, bunu al. Natasha bizə deyər ya, Natasha da Natasha deyər. Sonra elə. Ay qız TV'də veriliş açılamış, şərqi ölürəm. 770 çatan. Natasha'nın elədiyin Gülər var, Gülər yazıq köçüb həyatdan. Hə, Gülər çox, yəni baxışından görsünüz, hə, o qədər qəribədir ki. Neyiniyim bəzi? Neyini, sən də Natasha ol bir dənə, oğlan əlcəkməsə səndən. Nasıl əlcəkmir? Gülər oğlundan da yaramadı, bari oğlan əlir. Nə ana oğlundan yardı, nə ərindən yardı. Can bacı, Gülər bacı. Hə, mən neyiniyim bacı, mən də... Az canı bazılar ürəyimə də dərd elə. Get də, daya əl çək məndən. 777 çoxdur. Neyiniyim, neyiniyim. 2 ildir gedəylə mıqqıllaşa indi yadıma düşüb. Mənə deyir, neyiniyim, daş başına. Zarı zahı. Alo. Ağzımı say. Salam Leman. Ben Ömer Baron sevirəm. Nə? Kalmaq. Bir de Ömer, onu sevirəm. Sizdən məsləhət almaq istəyirəm. Hə, dedim, nə məsləhəti? Elə bir şey, bu köhnə səviyyəsindən yanaşmaya yerdə tutmuşam Instagramda. Nə deyirsən, başa düşmürəm. Deyir. Az deməni danışıyorum. Deyir
deyirəm ki, bu oğlan Instagramda köhnə sevgilisindən danışan yerdə tutmuşam. Tutmuşsan neçə iş verdin? Düz edin, çok sağ ol. İndi mən neyiyim? Mən məsləhət Az lazımdır. qurursuz mənlisiz, şəxsiyyətsiz. Qururumu götür yerdən bas bayrağa, ayağın altına bax düşüb yerə. Ay tutmusan da nə istəyirsən, nə çək də. Yox, mükəmməl yazma ağlayır. Mən neyiyim buna? Mən o necə durum? Çıx şidinən. Salfetka göndər. Mən çəkmir. Salfetkanın üstüne yaz şov. Deyir, mən sənsiz yaşaya bilmərəm. Ağlayır. Az yaxşısın abla. Bir özü dala səndə. O düz verdi, yastar istədi. Güzel. Baş vaxtımıza aparmadı. Cəmat Taylayın danışır burada. Düşük. Alo. Ay, salam. Salam, buyurun. Bilmirəm, bir dənə tema danışım, qulaq as. Var adı necəsən? Deməli, bir dənə tema olmuşdu. Mən hal-hazırda 1 il 4 aylı münasibətim var. Münasibət yaşayırıq da. İndi mən öyrəndim ki, oğlan evlidir. Vay. Amma indi öyrənmədim də. Daha doğrusu 10 ay idi bizim münasibətimiz olanda. Bildiyim, amma belə deyim də, Xanım, elə bir sevgilinin o, qonşunun evli olduğunu öyrənməsən. Bu nə reaksiyalı? necə ki? Normal reaksiyalı, evliydi. Hə, sonra? Hə, amma ki, nə bilim, aramızda çox şeylər olub da, yəni deyim ki, mənə qarşı çox soyuq olub, nə bilim, heç ümumiyyətlə Çox şey nə olub? Nə olub? Hə, kiz başı var. Sən evləlisən? yox. Nə olmuşdu bə? Nə qədər idi? Hə. O qədər belə, nə bilim, özümlə çox sübut eləmişdi də, heç hiss eləməmişdim, nə davranışımdan, nə başqa bir şeydən də. Spesialist Ona edən. görə çox mənə, nə bilim, rasxod, hər şeyimi qarşılamaq falan da, yəni. Oba. Hə, öyrənəndə mən bunu çox gecikdim. Hə. Qaz ver, qaz. Qaz ver mən. Hə. Neysə, dalaşdım, elədim daha çox. Neçə yaşınız var ay xanım? 20, mənim 20. Qızın, oğlan neçə yaşı var? 27. Necə vaxt danışırsınız? 1 il 4 aydır. Yaxşıdır yaşı. İndi sən xəyanət edir. Hə, evlidir. Mən xəyanətlərim, bir yoldaşına xəyanət edirəm. Aşkım evlidir, sən onu qırq etsin də, nə fikirləşsən? Amma ki, aramızda öyle şeyler olub ki, mən onu elə qırıb bir şey eləyə bilmirəm də. Onu Arvadı ilə arasında səndən də çox şey olub. Baş xarab deyil bunun. bilirəm də, onu ki, özü də əl çəkmədən, necə əl çəkmədən. Əl çəkmədən qayır. Bunu da bütün anası atası bildi, yoldaşı bildi də, hamısına dedi ki, yox da mən onu istəyirəm, yoldaşını... Sən də açıq-açıq durdun ortalıqda ki, ev dağıdıram da, varsa da budur, yoxdur. Ev dağıdansan sən. Yox da, mən də... Nətər yox, ev dağıdansan da, qış balalığa doğru gedirsən axır, bacı. Bacı elə deyil də. Az elədir də, ay aşkım. İndi başa düşən bağlanmışsan öyle. Azarvadına xəyanət eləyən sənə də eləyəcəkdi. Nəyə səbrim olsun, səylərim qırılsın. Düzdür, onu başa düşürəm, amma indi vəziyyət Çox başa düşürsün, çox başa düşən qızdan. Mən indi 10 ay etdi onu öyrənəndə. Elə bil 10 ayda hamilədir. Hə. Yox, elə bir Az, mən halalca mutduyam bir dəqiqə. Vızlıq bir dəqiqə. Qız əsəbimə toxundu, mənim elə bir dünyada oğlan yoxdur. Mən öz halalca muşumu qarnım belə vızqırtdı elədim. Ən çox da xəyanətinə görə. Sən qız uşağı ola, arvadına xəyanətini sənə də edəcəkdi. Nəysə, evli, kimlə qarasın, kuma mı olacaqsın ayol? Halalca arvad qalıb orada fikir bunu götürüb çox şey yaşar. Ağlın olardı, yaşamazdın. Yalvarım sənə. Quş beyin. Alo. Ha. Ha. Necəsən? Hə, buyur, yaxşıyam. Mənim anam. Az kodum aldı oradan məni. Öz səsimi eşidirəm, ay qız. Hə, yaxşı. Mənim anamın da sevgilisi var. Anladın? Hə. Hı. Hə, o indi onu aldadıb. Kim aldadı xanım? Ananın analı? Yox, anam. Sevgilisi anamı aldadıb. Bu nə yaxşı yaşayan qız qalan?
Aç anamdan danışsan, belə danışmaq da anamdan. Sevgilisi anamazdadır. İndi peşman olub qayıdıb deyir ki anama sənə ev verəcəm, maşın verəcəm, nə olar mənə bağışla. Hansı maşından? Saqqızdan çıxan? Yox, belə maşın. Sən ananın da başına, sənin də başına. Uşaq da. Ölürəm. Anasına maşın verir. Yox. Ailə, hə, elə. Sanırım. Mənim 3 il səcim mənə xəyanət edibdi. Bu gün görmüşəm. Yatır gördün. Necə? Şuradan sonra necə gördün? Elnarı xanım, buyurun. Xanım harada gördü? Deyirəm, nətər gördün? Nə necə? Telefonda gördüm. Təzə tanış oldular. Görüş planlayıblar. Prosto mən də bunun qabağına birdən çıxdım da. Birdən riski, harada? Hə. Universitetdən çıxanda. Elnarı xanım, çox sağ ol. Aha, bu da universitetdən çıxanda görüb, hə? Nə bərəkətli universitetdə ora, hə? Yox, o universitetdən çıxanda. Mən universitetdən çıxardım, hə? Hə, deyim ki, nə edirsən falan. Oturduq, gördüm ki, belə tıncıxır da, başa düşdün. Dedim ki, telefonuna baxın falan. Mən də hər dəfə onun telefonuna baxan idi. Gördüm ki, tanış oldular, görüş planlayırdılar. Götürüm mən bu. Gülmədə, pis olmuşum, niyə elə gülsən? Hə, yox. Götürdüm bu telefonu. Atdım. Bilmədim də nə oldu. Sonra çıxdım, gəldim evə. Prosto mən bunu ailəmə yanında çox tərləmişəm. İndi içimdə bir şey qalıb da, bunu qaytarmalıyım onu. Prosto yeni bilmirəm. Utanıram da ayrılmışam deməyə. Bunun elə bir şey qarşılığını vermək istəyirəm. Prosto barışmaq istəmirəm qətiyyən. Neyiniyim mən ona? Xəyanət edib sənə? Görüş planlayışlar da, danışma görüş planlayışlar. Eləməyə doğru gedirmiş də. Hə. Tez tutulsan. Allah üzrə baxıb. Nə bə? Ona nə edeyim ona? Ondan heç nə. Maşını varsa maşını cırıq-cırıq elə. Qorxma, arxanda. Evə gələndə də ana bacı söyüşü, belə qəşəng yağını, ya ana bacı söy, ana bacı günahdır, özünü söy. Ged otur padruqalarından bir yerdə. Başlayacaq sən atfetvi qaytarmaq üçün sən dalbadal yığmağa. Qızlar da ki, yalvarır mənə. Всё. Qızlar bir gün ailəmə nə deyim? Elə ailəvə də deyilən yalvarı qəbul eləmirəm. Deyim xəyanət eləyim. Demə xəyanət, istəmirəm, fikrimi dəyişdim. Yaxşı. Mənə bax, o səni sevirsə səndən əl çəkməz. Eybi yoxdur, indi bir dəfə enerjin olmaz da, yaxşı. Sevir, dəqiq bilirəm. Prosto mən özümə sığışdıra bilmirəm. Dəqiq bilirsən sevir. Hə. Dəqiqdir. Hə, 100%. Milyon faiz. Milyon faiz. Onda üçüncü danışmırsan, ayrıl bir ay oğlana göstərmə üzünü, görək nə edəcək. Demirsən, dəqiq bilirəm. Xəyanətin necə keçin bəs? Deyirəm ki, ayrıl bir aydan sonra görək nə edəcək. Səni əldə eləmək üçün görək nə edəcək. Mən onunla nəsə eləmək istəyirəm. Asıl xəstəsən. Hə. Güclü ki bu ala. Ala. O evin tosu deyil. Buyurun. Salam, necəsən? Çox sağ ol. Kıbıca. Keçən dəfə səninlə danışdım. Mən bu qız bürcü, balıq bürcü söhbətinə görə. Hə. Məsləhət aldım da səndən qızdır. Sən də toya gələcəydin də, ayın 18-ci güya toy olacaqdı, toya gələcəydin. Olmadı. Olmadı, sənin məsləhətinə görə mən ayrıldım. Necə edeyim? Gedəl ha. Neynədin ki? Heç nə demədim. Dolaşır o, sən də dalıb dolaş, nə bilim neyin. Dalaş demədim. Mən dedim diqqət gözlə. Səhv başa düşmüsən ki, sənin boşluq. Sən dedin ki, o dalaşır, sən də dalaş, nə bilim neyin. Sənin üzündən bizim də ayrıldıq, necə edeyim? Mən sənə dedim ki, özü atacaqsan. Məsləhət aldım səndən də bir böyük kimi. Barışmayacaqsın. Böyünə də, böyünə də. Məndən böyük səndə nə eləməliyəm? Ne içersin be? Mənim 26. Profildən dədəm xasa yoxuşursan, Yaxşı pox qoyub ağız var. Cındıra baxayım. Qanımı qaratdı. Acığı